Qadın o zaman gedir ki, onun duyğuları bitəndə, alçalanda, müqayisə olunanda. Qadın o zaman gedir ki, onun hər dəfə xəyanətlərə məruz qalaraq aşağılıq kompleksi yaşayanda, illərlə münasibətin içərisində çağırır, bağırır, qışqırır, özünü öldürür, səslənir, eləmə, içimdə hisslər azalır, amma sən onu eşitmirsən. Görmürsən ümumiyyətlə. Çünki sənin başın artıq başqa bir yerdədir. Hisslərimmi deyim, düşüncələrimmi deyim, başqa bir yerdədir. Və o çağırıb bağırdıqca, sən onu görməzdən gəldikcə onun içərisində sanki 100 ballıq bir şkalanın içərisində 90, 80, 70, 60 bu formada onun hisslərində sən bitirsən. Bitmiş münasibətin yasını münasibətin içindəcə saxlayır. Münasibətin içərisində yas bağlayır, ağlayır, çırpınır. Amma nə baş verir? Görməzdən gəlinir. Və bir gün artıq çantasının qoluna vurub çıxıb gedəndə bəy deyir ki, buna nə oldu? Bu niyə sustu ki? Dayı başa düşmür ki, o çoxdan gedib. Əgər bir qadın susubsa, demək ki, sən onun üçün çoxdan bitmisən yəni.